Məktəb avtobuslarına sürücü axtarılır. Saatı 26 dollar 4 sent maaşla və bu işdə çalışmaq istəyənlər başvurduqları anda mükafat olaraq 2000 dollar alırlar. Onun xaricində full time işdir, yəni tam stajda işdir. Və bütün güzəştlər üzərində yazdığı kimi excellent benefitlərin hamısını təklif eləyirlər. Deməli sadəcə bu barkoda girib oradan sistemə daxil olub başvurmaq, müraciət etmək yetərlidir. Əslində bu avtobuslarda sürücü işləməkdən ötürü xüsusi bir şeyə ehtiyac yoxdur. Normal, adi sürücülük vəsiqəniz varsa bəs edir. Sadəcə olaraq avtobuslarda çalışmaqdan ötürü xüsusi proqram var. O proqramda iştirak edirsən və bütün bunların hamısı pulsuzdur. Ümumiyyətlə elanı paylaşan kimdir? Elanı paylaşan isə əyalətin təhsil şöbəsidir və bu cür elanları kitabxanaların yanında, məktəblərin yanında tez-tez görmək mümkündür. Yəni sırf bu cür və buna bənzər olduqca çox sayda işlər var deyə Amerikada işsiz qalmaq məsələsi həmişə özü özlüyündə fərqli bir müzakirə yaradan mövzudur. Yəni iş həmişə var.